Qəlbini öyüd nəsihətlə dirilt, zahidliklə öldür, yəqin və inamla qüvvətləndir, hikmətlə nurlandır. Onu dünyanın pislikləri və dərdləri ilə dərindən tanış et. Zamanın hücumu və gecə ilə gündüzün pis keçməsi ilə qorxud. Keçənlərin xəbərləri ilə tanış edərək, səndən qabaqçıların başına gələnləri onun yadına sal. Onların diyarlarını, qalıqlarını və nişanələrini gəz dolan. Nə etdiklərinə, hardan köçdükləri və harada düşüb yerləşdiklərinə nəzər sal. Görəcəksən ki, onlar dostlardan ayrılaraq qürbət və tənhalıq diyarına düşüblər. Sanki az müddət sonra sən də onlardan biri olacaqsan. Belə isə öz mənzil və uyuyacağın yeri abadlaşdır. Ahirətini dünyana satma.